başlayacağıq. Burada biz nələrə diqqət etməliyik və hansı qaydaları bilməliyik? Bizə şərtdə deyir ki, PM-in AD-yə nisbəti 3-ün 4-dədir. Biz bunu bu formada istifadə edib yazmayacağıq. Çünki bizə lazım olan hissə, məsələn, bu 3x desəm, AD ümumi 4x-sə, bura 0.5, 0.5 düşəcək. Biz də belə həll eləsək, təbii ki də bu bizə sərf eləməz. Çünki 0.5-lərlə işləmək daha çətindir. Ona görə də biz bunu dəyişirik. Kəsirin sürət və məxrəcini hər ikisini 2-yə vururuq. Bu zaman yuxarı olur 6, aşağı olur 8. Yəni, PM olan hissəyə biz artıq dəyişib 6x deyərik. PM 6-sı, BC də 6x olacaq. Ümumi 8x idi. 6x-dan da 8x olması üçün 2 dənə x çatmır. Ona görə 1x bura deyirik, 1x bura deyirik. Burada bu bizim hündürlüyümüzdür. Bərabər yanlı olduğu üçün bu zaman bura A deyiriksə, burada bizə A verməlidir. Eyni zamanda burada bir H-dır. Burada 2 dənə düzbucaqlı üçbucağa fikir verməliyik. Bir düzbucaqlı üçbucağımız budur. İkinci düzbucaqlı üçbucağımız isə baxın budur. Onda biz burada diqqət eləməliyik. BA-nı A ilə işarələmişik. Daha rahat olsun deyə mən elə BA ilə davam edəcəm. İndi başlayaq. Birinci bu sarı olan düzbucaqlı üçbucağa biz Pifagor teoremi təyin etsək, katetinin biri H-dır. Ona görə H kvadratı. İkinci kateti bunun hamısıdır. X bir də 6x bizə verəcək 7x-in kvadratı bərabərdir bu AC-nin. Yəni AC kvadratına. Biz buradan gəlin H kvadratını tapaq. Bu zaman bərabərdir AC kvadratı çıxılsın. 7x-in kvadratı da 7-nin kvadratı bizə verir 49. X-in kvadratı da x kvadrat verir. Sonra gəlirik burada növbəti bu mavi olan üçbucağa. Mavi üçbucağa da eyni Pifagoru təyin etsək, gəlin mən sizin üçün rəngi dəyişim, daha aydın olsun sizə. Bu zaman olacaq H-ın kvadratı, X-in kvadratı. Bu da bərabərdir bunun, yəni AB-nin kvadratına. Gəlin buradan bir dənə də H-ın kvadratını da buradan tapaq. Bərabərdir AB kvadratı çıxılsın X-in kvadratı eləyəcək. Diqqətlə fikir versəz, burada bizə 2 nüans var. Biri burada H tapmışam, biri də burada H tapmışam. Onda biz H kvadratları əgər eynidirsə, bunları bir-birinə bərabər götürə bilərik rahat şəkildə. Onda burada belə çıxır ki, AC-nin kvadratı çıxılsın 49 x-in kvadratına bərabərdir AB kvadratı çıxılsın x-in kvadratına. Mən onda bunu həll eləsəm. Normal tənlik kimi x-ları bir tərəfə yığaram, y-ləri, normal ədədlərimizi bir tərəfə. Burada AC-nin var kvadratı. AB burada müsbət idi. Bu tərəfə keçəndə mənfi AB kvadratı olacaq. Və bərabərdir mənfi x kvadratı burada. Burada da 49 mənfidir. Sağa keçiriləndə olacaq müsbət. Olacaq üstə gəlinsin 49 x-in kvadratı. Ona nəyə diqqət edəcəyik? Burada AC kvadratı ilə AB kvadratı ilə hələ ki işim yoxdur. Mənfi x kvadratı ilə üstə gəl 49 x kvadratı olsa, biri mənfi, biri müsbət olduğu üçün bu zaman çıxılır. 49-dan da 1 çıxanda eləyəcək 48 x-in kvadratı. Misal siz hazırda ekranda görürsünüz. Bu zaman bizdə şərtdə belə bir şey verilmişdir. AC kvadratı ilə AB kvadratlarının fərqi 48-dir. Onda bunun yerinə ilə 48 yazsam, 48 B kvadratı eləyər. Hər tərəfi də 48-ə bölsəm, x kvadratı 1, x də bərabərdir 1 olacaq. Mən x artıq 1 tapdığım üçün gələcəm indi şəklin üstünə. Bizə ümumi buranın x1 olduğu üçün AD-miz eləyəcək 8. BC-miz isə x1 olduğu üçün eləyəcək 6. Bizə orta xətti soruşur. Orta xəttə necə tapılır? Oturacaqları toplayıb 2-yə bölürük. Yəni AD ilə BC-ni topla, böl 2-yə. AD-miz 8, BC-miz 6, bu da 2. 6 ilə 8-i 14, 14-ü 2-yə böləndə 7. Və ya bunun sizə başqa bir üsulunu deyim, daha rahat yollu üsulunu deyim sizin üçün.
Burada nəyə diqqət eləməlisiniz? Baxın, bizim orta xətt əgər bərabər yanlıdırsa və buradan bir hündürlük çəkilibsə, bu zaman orta xətt bax burada qalan hissəyə bərabərdir. Yəni bizdə burada nə olacaqdı normalda? X-la 6x bizə verəcəkdi 7x-i. X-imiz də 1 olduğu üçün 7-ni 1-ə vuranda 7 eləyəcək. Bu da elə bizim orta xəttimiz olacaq. Yəni hər iki variantla da deyirəm ki, hansısa rahat olsa o qayda ilə əzbərləyin.